Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sosial şəbəkələrdə müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadənin skuteri təhlükəli şəkildə idarə etməsini əks etdirən görüntülər araşdırılıb. Xəbər verilir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polis İdarəsində məlumat verilib. Fəxrəddin Musazadə polis orqanına dəvət olunmaqla barəsində İnzibati Xətalar Məcəlləsinin 338.4-1.8-ci kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən sərnişinin daşınması maddəsinə uyğun cərimə tətbiq edilməklə profilaktiki söhbətlər aparılıb. Yol hərəkəti qaydalarına ciddi əməl edilməsinin vacibliyi diqqətinə çatdırılıb. Dövlət Yol Polisi kiçik elektrikli nəqliyyat vasitələrindən istifadə edən şəxsləri özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyan hərəkətlərdən çəkinməyə, qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırıb.